Əgər qərarlarını sənin yerinə başqası verirsə, yaşadığın həyat kimə məxsusdur? İnsanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri seçim edə bilməsidir. Biz seçim etdikcə məsuliyyət götürürük, məsuliyyət götürdükcə isə şəxsiyyətimiz formalaşır. Aslı şəxsiyyət pozuntusunda isə bu zəncir qırılır və o seçim haqqını tədricən başqasına təhvil verir. Həyatını onun yerinə başqalarının qərarları idarə edir. Yəni o özgüvən qazanmaq üçün azadlığını verir. Amma azadlığını itirdikcə güvənsizlik də artır. Çünki daxili güc yalnız istifadə olunarsa inkişaf edir. İşlədilməyən əzələ zəiflədiyi kimi, işlədilməyən qərar vermə sistemi də zəifləyir. Bu səbəbdən o daha çox köməyə ehtiyac duyur. Daha çox köməyə ehtiyac duyduqca isə daha az müstəqil olur. Beləcə sistem özünü qidalandıran qapalı dövriyyəyə çevrilir. Normal şəxsiyyət birini sevərsə, özünü müstəqil insan kimi hiss edər. Aslı struktur isə onu itirsəm mən heç kim olacam qorxusunun təsiri altında birlikdə qalır və sevgi ilə ehtiyac bir-birinə qarışır. Yəni onun mən hissi başqasının varlığı ilə birləşir və şəxsiyyətin sərhədləri bulanıqlaşır. Nəticədə insan münasibəti seçmir, münasibətə sığınır. Yox demək normal insanın sərhədlərini göstərir. Asılı biri isə bunu ağlının ucundan belə keçirməyə qorxur. Azadlıq heç də hamıya xoşbəxtlik bəxş etmir. Çünki azadlıq məsuliyyət tələb edir. Məsuliyyət qeyri-müəyyənlik, qeyri-müəyyənlik isə narahatlıq yaradır. Aslı şəxsiyyət pozuntusu olanlar azadlığın gətirdiyi narahatlığa dözməkdə çətinlik çəkərlər. Bu səbəbdən məsuliyyəti başqasına ötürmək onlara rahat görünür. Amma bu onlara baha başa gəlir. O qərar yükündən xilas olsa da inkişaf imkanlarından da məhrum olur. Asılı şəxsiyyət pozuntusu metaforik olaraq sarmaşığa bənzəyir. Sarmaşıq canlıdır, amma böyümək üçün mütləq bir ağaca sarılır. Bu ona güc verir. Lakin zaman keçdikcə artıq hansı hissəsinin özünə, hansı hissəsinin ağaca aid olduğunu ayırd etmək çətinləşir. Jeffrey Young bu vəziyyəti belə ifadə edir. Aslı insanlar öz daxili resurslarına deyil, xarici dayaqlara güvənməyi öyrəniblər. Asılı şəxsiyyət pozuntusu olan insanlar çox əziyyət çəkirlər. Bu səbəbdən də dəyişim istəkləri nisbətən daha güclüdür. Sevindirici xəbər isə odur ki, bu problemin tam həlli NAT texnikaları ilə mümkündür. Fikirləriniz çox dəyərlidir.